Bu gün səhər biraz tez oyandım. Pəncərəni açdım, hava çox gözəl idi. Biraz hava alıb hazırlaşmağa başladım. Əynimi geyinib qızlarla universitetə getmək üçün yataqxanadan çıxdıq. Yataqxana ilə universitet arasında tələbələr üçün pulsuz ring avtobusları var. Hər 15 dəqiqədən yarım saatdan bir universitet və yataqxana arasında ring avtobusları tələbəni tam ödənişsiz və təhlükəsiz şəkildə aparıb gətirir. Universitetin sahəsi olduqca genişdir. Təxminən 15-20 fakültə var. Tibb, mühəndislik, ziraat, iqtisadiyyat, təhsil, fən bilimləri və sair sahələri əhatə edir. Bizim sahəmiz isə ziraat fakültəsidir, yəni kənd təsərrüfatı. Və sonra o çox sevdiyimiz an imtahana giririk. Biraz həyəcan var, biraz da elə bil heç hazırlaşmamışıq kimi his. Burada imtahandan sonra bir yerə yığılıb imtahanı müzakirə edirik. Daha sonra qrup yoldaşımla çəmənin üstünə uzanıb imtahanın stresini biraz da olsa atırıq və sadəcə söhbət edirik. Biz ailəmizdən uzaqda olduğumuz üçün burada bir-birimizə dayaq oluruq, dərdlərimizi danışırıq, stresimizi azaltmaq üçün çoxlu söhbət edirik. Sonra universitetin həyətindən ringə minib geri qayıdırıq. Burada qalacağımız yer öğrenci köyü adlanır. Tələbələr üçün nəzərdə tutulmuş bir yerdir. Həm yaşayış, həm də gündəlik rahatlıq baxımından hər şey düşünülür. Və keçirik binamıza, oradan otağa qayıdıb, biraz dincəlib, yenidən çıxırıq gəzməyə. Və oradan çıxıb yataqxanaya ən yaxın olan metro stansiyaya gedirik, yəni Bornova metro stansiyasına. Onu da qeyd edim ki, universitetin kampüsünə birbaşa metro çıxışı var. Burada metrolar biraz fərqlidir. Tam yer altından getmir. Bəzi hissələrdə yerüstü və açıq xətt kimi hərəkət edir. Qeyd edim ki, tələbələr üçün xüsusi tarif də var. Ona görə də metro ilə daha ucuz qiymətə gedib gəlmək olur. Bu da gündəlik istifadəni daha rahat edir və tələbələr üçün həqiqətən böyük üstünlükdür. Ümumiyyətlə, İzmir metrosu çox rahatdır, xüsusilə tələbələr üçün. Ona görə gündəlik həyatda ən çox istifadə etdiyimiz nəqliyyatlardan biridir. Daha sonra Konak metro stansiyasında düşürük və oradan qarşı tərəfə, yəni Qarşıyakaya keçmək üçün vapurdan istifadə edirik. Vapurlar İzmirin ən maraqlı nəqliyyatlarından biridir. Çünki həm sürətli, həm də yol boyu dəniz mənzərəsini görərək gedirsən. Sonra Qarşıyakaya keçirik. Ən işlək küçədə gəzirəm. Və gördüyünüz kimi bura çox canlı yerdir. Küçə boyu məşhur mağazalar, restoranlar və kafelər var. Ona görə istədiyin hər şeyi rahatlıqla tapa bilərsən. Daha sonra qrup yoldaşlarımızla bir kafe tapıb gedirik kofe içməyə. Kofemizi içirik, şirniyyatımızı yeyirik. Onu da deyim ki, burada kofeleri çox sevmirəm. Daha sonra isə bir tələbənin ən sevdiyi şeyə keçirəm. Kargonu götürməyə gedirəm. Ona görə günün ən gözəl zamanı gün batımıdır. Qarşımda dəniz, gün batımı və buradan baxanda İzmir doğrudan da çox gözəldir. İzmir həm dəniz, həm dağ, həm də meşələrlə əhatə olunduğu üçün mənzərə daha da valeh edici görünür. Və günün yorğunluğunu atmaq üçün yataqxanaya gəlirik. Axşam da qızlarla kafeyə gedirik. Çünki biraz dərs oxuyub imtahana hazırlaşmalıyıq. Səhər çox vacib imtahanımız var. Və o stresli gün gəldi. Bugün hazırlaşmamız normal hazırlaşmaqlara bənzəmir. Çünki olduqca həyəcanlıyıq, stresliyik. Çətin bir imtahan bizi gözləyir. Və buradan da günlük lookumuzu göstərirəm. İmtahana gedən biz. Oxumuşuq mu? Bilmirəm. İmtahana gedirik. Daha sonra imtahandan çıxıb biraz hava alırıq. Sonra yataqxanaya qayıdıb əynimizi dəyişirik, kitabxanaya yollanırıq.
Kitabxana 3 fərqli alandan ibarətdir. Mavi, yaşıl və qırmızı. Yaşıl alan daha sakit, əsasən tək başına dərs oxumaq və konsentrasiya üçün istifadə olunur. Qırmızı alan biraz daha aktiv mühitdir. Qrup işi və müzakirələr üçün uyğundur. Mavi alan isə hər ikisinin arasında bir yerdir. Həm sakitlik var, həm də biraz daha rahat oturub işləmək olur. Kitabxanada diplom iş üzərində işləyirik. Materiallara baxırıq, yazılar yazırıq. Burada da gördüyünüz kimi günlük rutin, marketə gedirəm, biraz ərzaq alıram, çünki karidesli makaron yemək istəyirik. Onu da qeyd edim ki, yaşayış binamız 3 mərtəbədən ibarətdir və 3 mərtəbənin tək mətbəxi var. Biz növbəli olaraq mətbəxdə yemək bişiririk. Tələbə olanda insan yeməyin hər çeşidini bişirməyi öyrənir. Hətta bəzən özündən yeni çeşidlər də ixtira edir. Və gecənin ən planlı olmayan planı Jalənin ad gününə sürpriz edir. Özü də şok olur. Beləcə günün sonuna çatırıq. Bu günümüzü də bu şəkildə başa vururuq. Gün yenilənir. Son imtahanı da verdikdən sonra, imtahandan sonra ilk dərsə giririk. Sevimli Murad hocamızın dərsidir. Murad hoca tarımsal yayın dərsi keçir. Hocamız bura gəldiyimiz ilk gündən də əlindən gələni etdi ki, özümüzü burada yad hiss etməyik. Dərs arasında isə qrup yoldaşım diplom müdafiəsi ilə bağlı etdiyi anketi qrup yoldaşlarımıza paylayır. Və Murad hoca dərsinə davam edir. Hətta gündəlik həyatda yaşadığımız ünsiyyət problemlərini də qrup içində müzakirə etməyimiz üçün bizi qruplara bölür. Daha sonra qrupda müzakirə etdiyimiz mövzunu çıxıb hər qrup bir-bir danışır. Dərs bitdikdən sonra kampüsdəki yeməkxanaya gedirik. Buradakı yeməkxana ümumiyyətlə tələbələr üçün çox rahat bir yerdir. Həm seçim çoxdur, həm də tez-tez dəyişən menü olur. Yəni, hər gün eyni yemək yemirsən. Günün menüsündə isə İzmir köftə, aş, cacıq və brokoli çorbası var. Uşaqlarla yeməyi yeyib çıxırıq. Sonra kampüsün həyətinə keçirik. Orada türk yoldaşlarımızla biraz voleybol oynayırıq. Həm dərsdən sonra yorğunluğu atırıq, həm də sadəcə birlikdə vaxt keçirmiş oluruq. Və nəhayət, axşam bizim ən sevdiyimiz məqam gəlir. Uşaqları yığıb mafya oynamağa başlayırıq. Biraz mübahisə edirik, biraz səs-küy olur, qışqırırıq, gülürük, amma ən çox da əylənirik. Və günümüzü beləliklə yekunlaşdırırıq. Bu bir tələbənin sadəcə 3 günü idi. Günümüz burada olduqca maraqlı keçir, həm yorucu keçir, həm də çox əyləncəli keçir.